Həzrət Peyğəmbərin sallallahu aleyhi və alihi və səlləm belə buyurduğu nəql olunur. Hüseyin məndəndir, mən də Hüseynnənəm. Hüseyni sevəni Allah sevər. Hüseynə nifrət edənə Allah nifrət edər. Hüseyin seçilmiş nəvələrdən biridir. Görürük ki, Hüseyin aleyhissalam hər bir münasibətdə bizimlədir. Qədir gecəsi onu ziyarət etmək müstəhəbdir. Şəban ayının 15-i onu ziyarət etmək müstəhəbdir. Ərəfə günü Hüseyni aleyhissalam ziyarət etmək müstəhəbdir. Rəcəb ayının əvvəlində Hüseyni aleyhissalam ziyarət etmək müstəhəbdir. Rəcəb ayının 15-i Hüseyni ziyarət etmək müstəhəbdir. Aşura günü Hüseyni aleyhissalam ziyarət etmək müstəhəbdir. Ərbəin günü Hüseyni ziyarət etmək müstəhəbdir. Bayram gecəsi, bayram günü Hüseyni ziyarət etmək müstəhəbdir. Hər bir dini münasibətdə Hüseyni aleyhissalam ziyarət etmək ilk ünvan və ən birinci müstəhəb əməllərdəndir. Hüseynin aleyhissalam ziyarətinin sirri nədir? Nə üçün pak imamlardan hər bir münasibətdə Hüseynin ziyarətinə təşviq edən bu qədər hədis nəql olunmuşdur? Hüseyn aleyhissalam hər şeydə birincidir. Qeyd etdiyim hər bir münasibətdə ilk olaraq dodaqların Hüseynin aleyhissalam adını tələffüz edir. Nə üçün? Nə üçün məhz Hüseyn? Hüseyn hər münasibətdə və namazda səninlə birlikdədir. Gün ərzində qıldığın 5 namazda Hüseyn səninlədir. Çünki namazda Hüseyn türbəti, yəni torpağı üzərində namaz qılmaq müstəhəbdir. Hüseyn namazlarımızda bizimlədir. Hüseyn qeyd etdiyimiz münasibətlərdə bizimlədir. Hüseyn zikirlərimizdə bizimlədir. Bayram gününün müstəhəb əməllərindən biri də bayram namazını qılmaq üçün çıxdıqda, istər bioloji xəstəlikdən, istərsə də psixoloji, mənəvi xəstəlikdən şəfa tapmaq niyyəti ilə Hüseynin türbətindən bir noxud miqdarında yemək müstəhəbdir. Deməli, Hüseyn səninlədir. Səcdə edərkən Hüseyni xatırlayırsan. Yeyərkən Hüseyni xatırlayırsan. Hər bir münasibətdə Hüseyni ziyarət edirsən. Nə üçün Hüseyn? Çünki Hüseyn ideologiya, din və dəyərlər uğrunda axan qandır. Hədislərdə bu qədər təkid olunması Hüseyni xatırlamağın və unutmamağın üçündür. İmam Cəfər-i Sadiqin aleyhissalam belə buyurduğu nəql olunur. Cəddim Hüseynin möminlərin qəlbində elə hərarəti vardır ki, heç vaxt soyumaz. İman hərarəti. Hüseynin yolu, Hüseynin qiyamı və Hüseynin ideologiyası ilə yaşamaq hərarəti. Hüseynin səsi və sədası ilə eyni nəğməni oxumaq hərarəti. Bu hədislər demək istəyir ki, namazın, qeyd etdiyim münasibətlər, bütün bunlar ideologiya və dəyərlər üçündür. Namazların, zikirlərin və duaların səmanın dəvət etdiyi, şəriətin səslədiyi və insanlığın çağırdığı ideologiya və dəyərlər üçündür. Hüseyn sahib olduğu hər bir dəyərli şeyi bu ideologiya və dəyərlər uğrunda qurban vermişdir. Şəriət əsas ideologiya, dəyərlər olduğunu sənə hiss etdirmək üçün sərvətindən, var-dövlətindən, mənsəbindən, məqamından və sahib olduğun hər şeydən daha üstün ideologiya və dəyərlərin olmasını sənə bildirmək üçün hər an səni Hüseynə aleyhissalam bağlayır. Bununla da sənə bu ideologiyanın və dəyərlərin əhəmiyyətini və zəruriliyini xatırladır. Sən Hüseyni aleyhissalam hər dəfə ziyarət edəndə
bu ideologiyanı və dəyərləri təsdiqləyirsən. Şəhadət verirəm ki, ölüm sənə yetişənədək sən namaz qılmısan, zəkat vermisən, yaxşı işlərə dəvət edib, pis işlərdən çəkindirmisən. Allah yolunda haqqı ilə cihad etmisən. Allahdan diləyirik ki, həyatdaykən və ölərkən Hüseynlə əleyhissalam birlikdə olaq. Hüseynin xidmətçilərindən olaq. Hər birimiz mənsəbi, mövqeyi və imkanı daxilində Hüseynə əleyhissalam xidmətçi olsun. Allah Teala'dan diləyirik ki, bu dünyada bizə Hüseynin əleyhissalam ziyarətini, axirətdə isə Hüseynin əleyhissalam şəfaətini nəsib etsin. İlahi, dünya və axirətdə bizi Hüseynə əleyhissalam tanıtdır. Allahın salam və salavatı olsun Hüseynə və onun zürriyyətinə. Hüseynə, atasına, anasına, babasına, qardaşına və məsum imamlara salam və salavat olsun. Onların hamısına Allahın salamı, salavatı, rəhməti və bərəkəti olsun. والمعصومين من بنيه والصلاة والسلام عليهم أجمعين ورحمة الله وبركاته.